Trampa edilən sui-qəsd ilkdə isə sonuncuda deyil. Təkcə Amerika Birləşmiş Ştatlarında və eləcə də dünyanın fərqli ölkələrində buna qədər baş vermiş belə hadisələri xatırlamaq kifayətdir. İndiki siyasi gərgin dönəmsə qərb siyasətçilərinin həyatı üçün təhlükəni daha da artırır. Adın siyasi proseslərdə nə qədər çoxallanırsa, demək ki, çoxunun da elə diqqət mərkəzindəsin. You want to really see something that said, take a look at what happened. Dərin dövlətin işi, təsadüf, yoxsa seçkidə əsas namizədin qarşısının alınması, 3 prezidentinin öldürüldüyü və onunla sui-qəsdin təşkil edildiyi Amerika Birləşmiş Ştatları üçün bəlkə də bunu çox da gözlənilməz hesab etmək olmaz. Amma son hadisələrin xronologiyası ümumilikdə qərbdə siyasətçilərin həyatının təhlükədə olduğunu göstərir. Həm elitalar daxili ziddiyyətlər genişlənməkdədir, şiddətli xarakter almaqdadır. Bu, misal üçün, Amerikanın daxilində fərqli elitaların bir-biri ilə qarşı durmasıdır. Eyni zamanda yerli əhali ilə elitalar arasındakı ziddiyyətlərin artmasındadır. Dünyada sosial-iqtisadi qeyri-bərabərliyin artması bunu tətikləyir. Hələ may ayında Slovakiyanın baş naziri Roberto Ficco'nun güllələməsinin ardından Serbiya prezidenti Vučići təhdid edən Dragan Mijatovićin saxlanılması, üstəlik Donald Trumpa açılan atəş başqa məqamı da diqqətdən kənarda qoymur. Hər üç lider qətiyyətlə Ukraynadakı müharibənin əleyhinə çıxış edir. Qərbdə başqa məqamlardan ehtiyat edirlər. Ukraynadakı müharibənin həllini istəyən və 3-cü Dünya müharibəsinin qarşısını almağı hədəfləyən liderlərin həyatı təhlükədədir. Xüsusən nəzərə alsaq ki, mainstreamə zidd olan siyasətçilər sui-qəsdə məruz qalırlar. Biz Slovakiyanın baş nazirinə baxdıqda, o da məhz Avropa İttifaqının yürütdüyü bir çox siyasətlə narazı idi. Donald Trump isə ümumilikdə Bush establishmentinə qarşı çıxırdı. Belə olan halda o nəticəyə gəlir ki, hala o nəticəyə gəlirlər ki, bu sui-qəsd nəzəriyyə tərəfdarları ki, xüsusi planlaşdırılmış şəkildə bu cür liderlərə təzyiqlər olur, sui-qəsd edir və bunlar əslində həm də bir xəbərdarlıq mahiyyətindədir. Hersoq Franz Ferdinand, İsveçin Xarici İşlər Naziri Anna Lind, Serbiyanın baş naziri Zoran Djindčić bu siyahını uzatmaq da olar. Təşkil edilən bu sui-qəsdlər dünyada və ölkələrin daxilində ciddi kataklizmlərə gətirib çıxarıb. Son hadisələr fonunda ekspertlər bir çox ölkələrdə, hələ xüsusda Amerika Birləşmiş Ştatlarında daxili qeyri-stabilliyi proqnozlaşdırır.